Salam, hər vaxtınız xeyirli olsun dəyərli Əmlak City kanalının izləyiciləri. Bu günləri sizlərə Yeni Yasamal qəsəbəsində Əsəd Əhmədov küçəsində 18 mərtəbəli binanın 7-ci mərtəbəsində 110 kvadratdan ibarət yeni təmirdən çıxmış mənzilimizlə tanış etmək istəyirəm. İndi isə gəlin mənzilimizlə yaxından tanış olaq. Gördüyünüz kimi bu geniş, işıqlı, gün düşən, yel çəkən, müasir zövqlə təmir edilmiş otaq mənzilimizin qonaq otağıdır. Mənzilimizin qonaq otağının qarşısı açıqdır, gün düşəndir, yel çəkəndir. Yeni təmirdən çıxıb mənzilimiz, təmirdən sonra heç bir yaşayış olmayıb. Mənzilimiz bahalı avadanlıqlarla təmin edilib. İndi isə keçək mənzilimizin digər otaqları ilə sizi yaxından tanış edim. Mənzilimiz kifayət qədər geniş mənzildir, 110 kvadratdan ibarətdir, qanuni 3 otaqdır. Mənzilimizdə 2 balkon, 2 sanuzer yerləşir. Bura isə mənzilimizin bir yataq otağıdır. Gördüyünüz kimi yataq otağı kimi də mənzilimiz genişdir, işıqlıdır, yel çəkəndir, gün düşəndir. Mənzilimizin birbaşa eyvana çıxışı mövcuddur. Gördüyünüz kimi eyvan da kifayət qədər genişdir. Bu mənzilə sadəcə olaraq əşyalarını yığıb yaşamaq lazımdır. İndi isə keçək mənzilimizin digər hissəsi ilə sizləri yaxından tanış edim. Qeyd etmək istəyirəm ki, mənzilimiz 3 gün bundan qabaq yeni təmirdən çıxıb və təmirdən sonra yaşayış olmayıb. Ev yiyəsinə təcili pul lazım olduğu üçün mənzili dəyərindən ucuz satır. Burası mənzilimizin ikinci yataq otağıdır. Bu yataq otağı da kifayət qədər genişdir, işıqlıdır, yel çəkəndir, gün düşəndir. Ən əsası da müasir avadanlıqlarla təmir edilib. Mənzilimizin yerləşdiyi binada bütün infrastruktur var. Məktəb, market. Mənzilimizin yerləşdiyi binanın 3 mərtəbəli yeraltı qarajı da mövcuddur. Burası isə mənzilimizin mətbəx hissəsidir. Gördüyünüz kimi mətbəxin də birbaşa eyvana çıxışı mövcuddur. Mətbəx avadanlıqları bahalı membranla təchiz edilibdir. Müasir zövqdə, müasir dizaynda. Gördüyünüz kimi hər bir şərait yaradılıb. Ev yiyəsi bunu özü yaşamaq üçün nəzərdə tutmuşdur, lakin təcili pul lazım olduğundan mənzili dəyərindən aşağı satır. Mənzilin qiymətini aşağıda şərh bölməsində qeyd edəcəm. Mənzilimiz, qeyd etmək istəyirəm ki, yenidən 18 mərtəbəli binanın 7-ci mərtəbəsində 110 kvadratdan ibarətdir, 3 otaqdır, 2 balkon, 2 sanuzara malikdir. İndi isə gəlin sanuzerlərlə sizə tanış edim. Bura mənzilimizin birinci sanuzeri. Gördüyünüz kimi bu sanuzerdə bütün avadanlıq və təchizatlarla təmin edilib. Müasir Avropa standartlarına uyğun dizayn edilərək sizlərə təqdim edilir. Bura isə mənzilimizin ikinci sanuzeridir və bunu sanitar qovşaq da adlandırmaq olar. Gördüyünüz kimi bu da müasir avadanlıqlarla və zövqlü şəkildə təmir edilibdir. Mənzilimizin qiyməti aşağıda şərh bölməsində qeyd ediləcəkdir. Mənzilimiz ipotekaya tam yararlıdır. İpoteka və ya nağd şəklində əldə etmək mümkündür. Real alıcılara və Əmlak City kanalının adından gələnlərə böyük endirim olunacaqdır. Alana da, satana da xeyirli olsun.